Doktor, təcrübənizdə ən çətin əməliyyat hansı olub? Əlbəttə ki, qaraciyər transplantasiyası əməliyyatı bu ümumiyyətlə qarın boşluğunun ən çətin əməliyyatıdır. Ən uzun davam edən əməliyyat nə qədər çəkib? O da qaraciyər transplantasiyası əməliyyatı təqribən bir 15 il əvvəl rezidentura təhsilim dövründə Mərkəzi Neftçilər Xəstəxanasında çoxlu miqdarda qaraciyər transplantasiyası əməliyyatlarında iştirak edirdik və o əməliyyatlardan biri 18 saat çəkmişdi. Bəs ən uzun davam edən əməliyyat ən çətin əməliyyat deməkdir? Xeyr. Ən qısa hesab edilən əməliyyat belə çətin ola bilər. Ona görə, yəni burada əsas faktor vaxt deyil. Çətinlik orada risk qrupundan, lazımi strukturların qorunmasından asılıdır. Məsələn, appendektomiya əməliyyatı ən qısa müddətli əməliyyat sayılır, amma onun gedişi ən çətin ola bilər bitişmələrə bağlı olaraq. Və orada işləyəndə sən məcbursan bağırsaqları qorumağa, ətraf strukturlara zərər vurmamağa məcbursan. Bəs əməliyyata girəndə hələ də həyəcan olurmu? Bəli, həyəcan olur. Ən təcrübəli cərrahlarda belə həyəcan olur. Amma zamanla təcrübəniz artdıqca həyəcan hissi azalır. Sadəcə heç vaxt tamamilə itmir. Çünki həyəcan adrenalinin artmasıdır. Adrenalinin artması da cərrahlarda diqqətin artmasına, reflekslərin güclənməsinə gətirib çıxarır və bu zaman yəni adrenalin sizə pozitiv effekt vermiş olur.